İlk dəfə sahibçi kəndlərinə torpaq satın alma hüququ nə zaman verilmişdi? 46'da. 46 çıxaraq. 1870'de. 1870-ci ildə ilk dəfə olaraq kəndlərə, sahibçi kəndlərinə xüsusilə torpaq satın alma hüququ verilmişdi. Bəs yaxşı, bu torpaqları kəndlilər satın alıb öz mülkiyyətinə keçirdə bilirdi hamısı? Bəli. Bəs niyə onda müvəqqəti mükəlləfiyyətlik yarandı ki? Olmazdı. Çünki dövlət yardım göstərmirdi və onların da yetər qədər imkanları yox idi. Və bu torpaqları sadəcə ortabab kəndlər ala bilirdi ki, ortabab kəndlər də necə adlanırdı? Çomaq. Qolçomaqlara çevrilmişlər. Bəli, imkanlı kəndli təbəqəsinə çevrilmişlər. Bəs 1870 islahatında indi kəndlilər hamısı ala bilmirdi də. Bəs onlar öz torpaqlarına daimi sakininə çevrilə bilirdilər. İrsi hüquq verilirdi onlara o torpaqlardan. Verilirdi. Bəli, verilirdi və heç kimin də ixtiyarı yox idi ki, o torpaqları onlardan ala. Ta ki, o torpağı pul verib alıb özəlləşdirənə qədər. Azərbaycana yardımçı ilk milli partiya. Qeyrət. Qeyrət partiyası. Sonra hansı partiyalardır ki, Rusiyanın federativ əsaslarla qurulmasını tələb edirdilər? Biri də qeyrətdir. Aha, digəri. Türkiyədən mərkəziyə. Türkiyədə Mərkəzi partiyası. Sonralar hansı partiya ilə birləşir? Bu Müsavatla. Müsavat partiyasına nə zaman yaranmışdı? 1912. 11-ci ildə. 11'də. Çarın yeganə yavəri. Səməd Bəməkmandarov. Çarın yeganə yavəri. Hüseynxan Naxçıvanski. Naxçıvanski olmuşdu. Petrogradın toplarla müdafiəsi. Əlağa Şıxlinski. Aha, artilleriyanın tanrısı. Əlağa Şıxlinski. Şıxlinski olmuşdu. Suraxanda ilk ağ neft zavodu. 59. Nə ilə? 1859. Kimlər tərəfindən açılmışdı? Ruslar. Bəs yaxşı, ilk dəfə olaraq buxar mühərriklərindən istifadə olunmağa başlandı Şimali Azərbaycanda. 61'də. 1861 İpək sarma müəssisəsində idi, bəli. Vaqon sternlərdən istifadə ilk dəfə 1878. vaqon sternlər. 1880. 80, yəni dəmir yol xətti. Bəs yaxşı, dünya tarixində ilk dəfə neftarma prosesində soyuducu sistemdən istifadə olunmuşdu. 1863. 63-cü ildə, yəni Cavad Məlikovun. Cavad Məlikovun bəli, fəaliyyət əsasında olmuşdu. Onun ağ neft zavodu vardı Bakıda və burada da ilk dəfə neftarma prosesində soyuducu sistemdən istifadə olunubdu. Tamam, Azərbaycan, Şimali Azərbaycanda ilk dəfə milli şuraların yaranması nə vaxtda düşür? 1917-ci il fevral çevrilişindən sonra mart ayından başlayaraq ilk dəfə Azərbaycanda, Şimali Azərbaycanda, Yelizavetpolda və Bakıda milli şuralar fəaliyyət göstərməyə başlamışdı. Nazlı, Rusiya XKS nə vaxt quruldu? Bakı XKS nə vaxt quruldu? Rusiya XKS nə vaxt? Bakı XKS nə vaxt? Azərbaycan XKS nə vaxt? Bakı Xalq Komissarlar Soveti. Deyək görək nə vaxt olmuşdu? 18-in 25 apreli. Bəli, 1918-25 aprel Bakı XKS. Sonra bəs Rusiya XKS? 17 oktyabrına. 1917 oktyabr. Bir də var Azərbaycan XKS. 1920'də. 28 apreldə qurulan idi, bəli. Azərbaycan XKS-nin də sədri kim idi? Nərman Nərmanov idi, bəli. Düz deyirsən. Tamam. Bəs yaxşı, Çar hökumətinin müstəmləkə dövründə polis islahatının keçirilməsi neçənci illərdə əhatə eləyir? Deyin görək neçənci illərdə idi? 39-43-cü illərdə. Polis islahatının keçirilməsi var, Rus rubli ilə əvəz edilib, bütün pullar ləğv olunmuş oldu. Düzləşli ticarət tarifi neçənci illədir? 28-21. Nə zaman ləğv edildi? 31'də. Hansı qərarla? Bu yasal tarif. Yasaqlı tariflər, tamam. Deməli, Katolik hissəsinin Alban katolikosluğunun daha doğrusu ləğv olunması. 1836. 36. Eyni zamanda yaradılmış həmin vaxtda. Qafqazda ipəkçiliklə. İpəkçilik və ticarət yayan əsas bir cəmiyyət yaradılmışdı. İlk siyasi tətil Şimali Azərbaycanda baş vermiş. 1890. Siyasi 1902. 1902-ci ildə idi. Bəs yaxşı, ilk ümumi tətil? 1903. 3-cü ildə. Bunu biz mütəşəkkil tətil adlandıra bilərik? Bilərik. Bəli, mütəşəkkil tətil adlandıra bilərik. Dəniz. İlk dağınıq tətillər? Nə? İlk dağınıq tətillər. 19-cu əsrin sonlarında Gədəbəydə, Bakıda və Zaqatala. Niyə Zaqatala? Adı yadımda deyil. Nuxada. Şəki. Gədəbəy, Şəki və bir də Bakı arasına ilk dağınıq tətillər 1970-ci illərdə olmuşdu. Bəs yaxşı, ilk dəfə qaçaqçılıq hər şey hansı dövrdən başlayır? 19-cu əsrin ikinci yarısından. İkinci yarısından, bəli, ortalarından və ya da ümumiyyətlə 19-cu əsrin ikinci yarısından biz qeyd edəcəyik. Zaqatala üsyanı? 1863. Kim başçılıq eləyirdi? Murtuz Hacı Murtuz idi. Kimlər köməyə gəlmişdi? Haralardan daha doğrusu kömək gəlmişdi? Dağlardan və bir də. Deyin görək hardan gəlmişdi kömək? Şimali Qafqaz. Elə o dağlar onlardı. Osmanlılardan kömək gəlmişdilər. Tamam, bəs yaxşı, Carbala-kəndə müstəmləkəçilik dövründə ilk üsyan yaxşı fikir? 1804'də. 1804-cü ildə idi, bəli. Bəs yaxşı, 1830 üsyanına kim başçılıq eləyirdi? 30 üsyanı. Şeyx Şaban. Və bir də Həmzət bəy hardan kömək gəlmişdi ora? Dağlardan. Aha, dağlardan kömək gəlmişdi. Neft sahəsində ilk dəfə inhisarlaşmanın əsas qoyuldu nə zaman? Bu 92 neft şirkətinin birliyi nəticəsində. Yəni neçənci ildə?
1893-də. 93-də. Əsas söz sahibi hansı şirkətlər olub orada? Amerika, yəni Rockefeller, Mhm. sonra Standart Oil, yəni sonra Nobel qardaşlar. Nobel qardaşlarına standart oynayan şirkət idi, bəli. Bəs yaşı ömrü uzun olmuşdu? Xeyr. Olmamışdı. Çar hökuməti kənddə ilk dəfə özlərinə sosial dayaq yaratmaq üçün addım atdılar. 1946. Bəlkə 1846. Amma 46 qərar var. Hansını götürəcək burada? 6 dekabr reskript. Reskriptlə götürəcək. Xüsusilə də özlərinə sosial dayaq yaratmaq məsələsini nəzərdə tuturlarsa, ən çox da bu ağabəylərlə bağlı idi. Yəni təbii ki, kəndlilərlə yox, ağabəylərlə bağlı idi. Bəs yaxşı, bəy və ağaların torpaqlarından nəsil istifadə hüququ verildi onlara nə zaman? Elə bu 46 reskripti ilə. 46 reskripti ilə dövlət kəndlərinə ilk dəfə torpaq satın alma hüququ verildi. Dövlət 1900. Verilir satın alma hüququ. Satın alma deyildi. Olmuyor. Satın alma deyildi. Olmayıbdı. Dövlət kəndlərinə satın alma hüququ verilib. Olmayıb, çaşdıra bilərlər sizi. Bəs yaxşı, dövlət kəndlərinə nəsil istifadə hüququ nə zaman verildi? O 1900, sonra 1903-də sərhədlər Aha, müəyyənləşdirilir. 1900-də, bəli. Sərhədlər də 1903-də müəyyənləşdirildi və onlara əlavə pay torpağı verildi. Bəs bu pay torpağı hesabına əlavə ödəniş alınırdı? Alınırdı. Açıq söz qəzeti 2000 olduğunu deyim. neçənci ildə ilinidir? Müsavatı da 1913-cü ildədir. 13 yoxsa 15? 15. 15-ci ildə. Kim tərəfindən çap edilib? Müsavat. Şəxs baxımdan. Mən Məmməd Əmin yoxsa Məmməd Əli? Rəsulzadə. Məmməd Əmin Rəsulzadə. Neçənci ildə mühacirdən geri qayıdır? 1913-də. Hansı qərar əsasındaydı bu? Romanovların neçəsə 100 illik şeyi, 300 illik münasibəti ilə buraxılır. Bəli, Çar 2-ci Nikolay tərəfindən verilmiş bir qərar əsasında buraxılmışdı. Deməli, ilk dəfə olaraq Azərbaycan Respublikasının formalaşması Cümhuriyyət Respublikası sayırıq. respublikadır da. 1918-28 mayında. 28 mayda idi. Bəs yaxşı, birinci bəyannamə sonra dövlət yoxsa dövlət sonra bəyannamə? Bəyannamə 27 mayında sonra dövlət. Milli Şuranın bərpa olunması? AXC Milli Şurası. Noyabrın 20-sində 16-sında və noyabrın 20-sində hansı qərarı verdi? parlament haqqında qərar verir. Parlament haqqında qanun. Həmin vaxtda neçənci hökumət kabineti fəaliyyət göstərirdi? İkinci, sonra fəaliyyətini dayandırır. Aha, həmin vaxtda amma dayandırmayacaq. İkinci hökumət kabineti, deməli bu qanunu, parlament haqqında qanunu ikinci hökumət kabineti vermir. İkinci hökumət kabineti sadəcə həmin dövrdə fəaliyyət göstərirdi və qanun verən zaman ikinci hökumət kabinetinin qanunverici səlahiyyətləri var idi, yoxsa yox? Yox, daha yox idi, çünki Milli Şura qurulmuş. Aysa, Milli Şura artıq bərpa olunmuşdu deyə noyabrın 16-dan etibarən ikinci hökumət kabinetinin qanunverici səlahiyyətləri artıq bitdi, başa çatdı. Amma özü bir müddət hələ davam eləmişdi təbii ki. Bir də ikinci hökumət kabinetinin qanunverici qurum adlandıra bilərik. Bəli. Qanunverici qurum. Qurum deyil. Qurum deyildi. Qanunverici qurum Milli Şura ilə parlamentdir. Bir də çağrılsaydı məsələ məclisi o ən böyük olardı. Amma deməli hökumət kabinetləri onlar sadəcə və sadəcə icra edici qurumlar idi. Qanunverici səlahiyyəti sadəcə daşıyırlar. Onu mən sizə asan formada izah etmişdim. Misal üçün Yaqub Məmmədovdan demişdim, prezident səlahiyyətlərini necə icra edir? Elə bir şeydir. Amma qurum adlandıra bilmərik. Onu necə biz prezident adlandırmırdıq, burada da qurum adlandıra bilmərik. Diqqətli oluruq. Müsəlman hərbi rəisliyinə daxil olan ərazilər? Quba, Dərbənd, Müsəlman. Müsəlman. Yenə də sən hərbini deyirsən. Qarabağ, Mhm. Gəncə, Gəncə niyə? Şəki, Şamaxı. Niyə Gəncə? Şəki, Şamaxı, Qarabağ bir də Lənkəran. Lənkəranda idi, bəli. Hansı ki, 1-ci və 2-ci Rus-Qacar müharibəsi aralığında ləğv olunan 4 xanlıq var ha. Bax həmin o xanlıqlar sonra əyalətə çevrilib müsəlman əyalətlər rəisliyi. Mərkəzi hara idi? Müsəlmana, Bəli. Qarabağ, Tobrisini də saymısan. Hərbi dairə rəisliyinin mərkəzi arada. Dərbənd. Orada da Dərbənd idi. Müsəlmanda Şuşanı götürəcək. Obşi Qarabağ yox, qısaca Şuşanı götürəcək. Mürcan. Komendantlıq dövründə hansı məhkəmə sistemləri var idi? Şəriət məhkəmələri var idi, bir də hərbi səhra məhkəmələri. Hərbi səhra məhkəmələri, şəriət məhkəmələri ikisi də təzə yaranmış hansılar idi? Elə mövcud idarəetmə quruluşundan, inzibati bölgüdən deyil də, əyalət şəhər məhkəmələri yaradılmışdı. Quberniya qəza məhkəmələri nə vaxt yaradılmışdı Nazlı? Komendantdan sonra, komendant yaranandan, ləğv olunandan Ləğv olunandan sonra 40-cı il islahatından sonra idi. O vaxta qədər mən demişəm, qəti formada quberniya qəza ifadələrini çəkə bilmərik. Bizə yerdə çəkirik. Şuşada qəza məktəbinin açılması, İrəvanda qəza məktəbinin açılması, amma onu da mən sizə izah vermişəm ki, həmin dövrdə sadəcə düşünün ki, filial idi. Filial olduğuna görə necə biz deyirik ki, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Gürcüstanda açılıb. Biz orada indi Azərbaycan filialı deyirik. İndi başqa universitetlərin də Azərbaycanda bir filialı bu dəqiq üçün var, fəaliyyət göstərir. Bunu siz filial kimi qəbul edin. Ona görə qəza termini orada işlədilir. Yəni həmin vaxt qəza ifadəsini biz işlədə bilmərik qətiyyən. Bəs yaxşı Mürcan. Güzəştli ticarət tarifi mahiyyətindir. Güzəştli 1821-ci ildə idi. Bu tarifə əsasən Azərbaycanda ticarət inkişaf edəcək və bir növ onun inkişafına təkan verən amillərdən idi. Bəli. Bəs yaxşı neçə faiz gömrük üstü alınırdı? 50%. 50%-dən gömrük üstü alınmağa başlandı. Bu da Çar hökumətinə heç sərf etmədi. Ona görə də dərhal yasaqlı tariflə bunu ləğv etmiş oldu. Yəni yüksək gömrük haqqı qoymaqla artıq demək olar ki, ləğv edilmiş oldu bu qərar. Aha. Bəs yaxşı ümumiyyətlə Mürcan, müstəmləkəçi dövrü hansı dövrdən başlayır? Cənubi Qafqazda. 1801. 1801 12 sentyabr manifesti əsasında, 1-ci Aleksandr manifesti əsasında başlamışdı Cənubi Qafqazda. Yəni Şərqi Gürcüstanın ləğv edilməsilə. Bəs Cənubi Qafqazın ilk quberniyası hansıdır? İlk
Guberniya, Hı hı. Gürcüstan. Və Salam Gürcüstan quberniyası 1801-də yaradılan və Gürcü Millət quberniyası nə vaxt yaradılmışdı? 1840 aprel qərar əsasında 41-ci ildən artıq təşkil edildi. Baxın, buna da diqqət yetirin. Qərar verilir 40-cı ildə. O 40-cı il islahat qərarı. Amma onun təsdiqlənməsi və həyata keçirilməsi 41-ci ildədir. 41-də. İndi Gürcü Millət quberniyası yaradılması 40 qərarı əsasında 41-ci ildə artıq yaradıldığını biz qeyd edə bilərik. Xəzər vilayəti mərkəzi haraydı? Şamaxı. Şamaxı idi. Tiflis Gürcü Millət quberniyasında olubdu. Bəs Şimali Azərbaycanda yaradılmış ilk quberniyalar hansılar olub? Şimali Azərbaycan. Guberniya deyəndə Dərbənd, Bir də İrəvan. niyə İrəvan? 49-da. 49 İrəvan idi. Bəs Dərbəndlə eyni zamanda hansı quberniyada yaradılmışdı bizdə, şimalda? Şamaxı. Şamaxı, bəli, neçənci ildə hansı qərar əsasındaydı? 46, 14 dekabr. 14 dekabr qərarındaydı. 46-6 dekabr reskriptini biz bölgə baxımından hansı bölgələrə aid eləyəcəyik? Cənubi Qafqazda verilmiş bu 6 dekabr reskripti. Həmin vaxtda Cənubi Qafqazda hansı inzibati bölgələr var idi? Guberniya, Qaza, nahiyə var idi. Yəni ümumilikdə götürsək, Gürcü Millət quberniyası və Xəzər vilayəti var idi. Bizlə də bağlı islahat Xəzər vilayətinə aid edilmiş islahat idi. Onda mən sizə ətraflı izahını vermişdim ki, yəni onun tərkibində hər hansı bir ərazi adı çəkilərsə, biz onu düzgün qəbul edəcəyik, çünki vilayət kimi Xəzər vilayəti hələ ləğv edilməmişdi. Tamam, bəs yaxşı Mürcan, ilk dəfə olaraq Şimali Azərbaycanda muxtariyyət tələbi irəli sürülən partiya, ümumiyyətlə muxtariyyət tələbi nə zaman irəli sürülmüşdü? Qeyrət partiyası idi. Məktəbli şagird tərəfindən əsas qoyulmuş təşkilat. Müsəlman gəncliyi. Müsəlman gəncliyi neçənci ildə? 1903. Kim tərəfindən? Məmməd Əmir Rəsulzadə. Gizli idi, açıq idi. Gizli. Gizli fəaliyyət göstərdi. Hansı dövrdən etibarən, hansı qərar əsasında artıq gizli fəaliyyət göstərən partiyalar yavaş-yavaş açıq-aşkar fəaliyyət göstərməyə başlayacaq? Sərbəstlik verilir o sarıda. 1907-də. 7 yox. 5. 1905 17 oktyabr manifesti Çarçınçı Nikolay tərəfindən söz, vicdan azadlığı, sərbəst mətbuat yaratmaq, ondan sonra öz ana dili məktəblərini açmaq və sair kimi hüquqlar verilmişdi. İlk dəfə olaraq Şimali Azərbaycanda pullu şəhər məktəblərinin açılması. 6 sinifli. Pullu şəhər məktəbi. 1864. Pullu şəhər məktəbi. Üstünə də 8 gəl. 74. 64-ün üstünə 8. Bilirəm də buraxılış çoxdan qutarıbdı. 72. 1872. 6 illik pullu şəhər məktəbləri. Bəs yaxşı, bu 6 illik pullu şəhər məktəbləri deməli yaradılan zaman hansı məktəb sistemi ləğv edildi artıq? Hansı məktəb? Aha. Ondan qabaq hansı idi? O ləğv olundu, pullu şəhər məktəbləri formalaşdı. Qəza məktəbləri. Qəza məktəbləri, bəli. Ona görə biz qəza məktəbləri 19-cu əsrin 1-ci və 2-ci yarısına sadəcə götürəcəyik. 1872-dən sonra qəza məktəbi ifadəsini işlədə bilmərik. 1872 demişkən, 70-ci ildə Şimali Azərbaycanda nə kimi bir çevriliş baş verdi? 1872-də neftin hərrac yolunda satışı başlandı. Aha, iltizam sistemi ləğv edilmiş oldu. Hərrac yolla satışı başlandı. İlk dəfə olaraq Şimali Azərbaycan kapitalistlərinə, Azərbaycan burjuaziya nümayəndələrinə neftli torpaqlar satılmağa başlandı. 73-dən başlayacaq. Məsələn, 73-də Tağıyev alacaq neftli torpağını. Sonra amma kimlərə satır? Tağıyev sonra neftli torpağını kimə satacaq Mürcan? Yox, neft torpağı. Aha. Xarici kapitala satacaq. Xarici kapital hansı xarici kapitala satacaq? Onu da səhmini alır, sonra Azərbaycanda yatıracaq o toxuculuq, ipəkçilik sahəsi və s. Deyin görüm. İngilislərə satmış olacaq, bəli. Daha sonra və 70-ci ildə ən əsası, bəli, ingilislərə satmış olacaq. Və 1872-ci ildə ən əsası sənaye çevrilişi baş vermiş olacaq. Xüsusilə neft sahəsinin inkişafı nəticəsində sənaye çevrilişi baş vermiş olacaq. Bunu da yadda saxlayaq. Sonra Mürcan, Şimali Azərbaycanda bu qədər islahatlar keçirdilər, xüsusilə sərhədlərlə də bağlı islahatlar keçirdilər. Gözlə bir dəqiqəniz. Bu islahatlar zamanı milli sərhədlər ümumiyyətlə, milli fikirlər, milli sərhədlər nəzərə alınırdı yoxsa yox? Nəzərə alınmırdı. Alınmır. Ümumi Rusiya müsəlmanlarının birinci qurultayı 1917-ci ilin aprelində. o Qafqaz müsəlmanlarının Bakı qurultayıdır. Mayında. Yox, o da Moskva, ümumi müsəlmanların Moskva qurultayıdır o da. Bizə sual verə bilərsiniz? Ümumi Rusiya müsəlmanlarının birinci qurultayı. Çinarə, köməkli elə. 1905-in avqustu idi. Bəli, 5 avqust Nijni Novqorod qurultayı. Tamam, Çinarə, davam edirsən də? Aha. Başqa hansı mənada deyə bilərdim Mürcan? Yox, heç o sərfdən fikirləşməmişdim. Tamam. Bəs yaxşı Çinarə, ümumi Rusiya müsəlmanlarının bu Nijni Novqorod qurultayı keçirilən zaman orada sədr müavini kim idi? Topçubaşov idi. Bəs mərkəz komitə nə zaman yaradılmışdı? İkinci qurultayda. İkincidə elə böyük bir şey olmur. Sadəcə proqram qəbul edilir, bir də vahid cəbhədə birlik nəzərdə tutulur. Vəssalam. Onda olacaq 3-cü qurultayda. Niyə fikirləşsən? Güya neçədən qurultay olub? 3-cü qurultayda mərkəz komitə və mərkəz şəhəri hara olur? Bakı. Bakı şəhərdə mərkəz olmuşdu. Borçalı döyüşü 1918. 18 yayında kimlər arasında? Gürcülərlə Alman qoşunları, bir də Osmanlı ilə Azərbaycan. Osmanlıya qarşı idi. Yəni müttəfiqlərin qarşı-qarşıya gəlməsi, burada bir müttəfiqin digərinə xəyanət etməsi idi. Yəni Almanların Osmanlıya xəyanət etməsi idi. Bu Qafqaz cəbhəsində hərbi əməliyyatlar gedirdi deyə bilərik. Qafqaz cəbhəsi, Qafqaz cəbhəsi deyə bilərik. Qafqaz cəbhəsi nə vaxt bağlandı Çinarə? Sarqamışla bağlandı. Yox, Rusiya çıxanda bağlandı.
Tamamilə çıxanda yox, amma çıxmağa hazırlaşanda hansı müqavilə? Komissarın fəaliyyət əsasında, komissarın Ərzincan müqaviləsi bəli neçənci ildə idi? 1917-nin 5 dekabrı. 17-5 dekabrda. Bununla da artıq Qafqaz cəbhəsi dayandı. Hərbi əməliyyatlar yekunlaşdı. Borçalı döyüşü Qafqaz cəbhəsində yox, çünki dayanıb axı. Qafqazda gedən bir hərbi əməliyyat idi. Ümumi Qafqazda gedir. Çünki Borçalı hardadır? Qafqaz torpaqlarıdır. Buna nəzər yetirən düzdür. Düşünmürəm sizə bu dərəcədə dərinliyə gedilir, amma hər ehtimal yenə də nəzərdə saxlayaq bunu da. Tamam. Bəs yaxşı, oktyabr çevrilişinin nəticəsində hansı qurum ləğv edildi? Fəaliyyəti dayandırılır. Cəmi Qafqaz İdarələrinin hansı qurumun fəaliyyəti dayandırılacaq? Komissarlıq hələ yaranır. Komissardan qabaq hansı idi? Komitə, Cəmi Qafqaz Komitəsinin fəaliyyəti dayandırılacaq, bəli. Ondan sonra Cəmi Qafqaz komissarlığı. Niyə komitənin fəaliyyəti dayandırılır? Lenin hakimiyyətini qəbul eləmədilər. Bəli, Lenin hökumətinin. Ümumiyyətlə Cəmi Qafqaz Komitəsi, komissarlığı Seymi. Bu üçü də üçündən hansısa deyə bilərik Lenin hakimiyyətini qəbul etməsini? Xeyr, heç biri Bolşevik hakimiyyətini qəbul etməmişdi. Bəs yaxşı, bunlardan hansı fərqli olaraq qanunverici qurum rolunu oynayırdı? Seyim idi. Bəs yaxşı, bunlardan hansı hətta Rusiyanın federativ demokratik əsaslarla qurulmasını tələb edirdi? Hansı olardı? Elə Seyim olardı, bəli. Bunlardan hansı sonra inqilabi quruma çevrilir? Adı dəyişilir, olur inqilabi qurum. Yenə də Seyim idi. Bəli, Mart soyqırımlarından sonra Lenin tərəfindən soyqırımlar gedişatında da hələ. Soyqırımlardan sonra deyə bilmərik təbii ki, çünki soyqırımlar bitir 15 sentyabrda. Aha, Bakı o qırğınlarından sonra. Çünki soyqırımlar zamanı Azərbaycanlılara dəstək olan yeganə qurum bu idi də, həmin vaxtlarda artıq Seyim idi. Çünki 20 apreldə hansı qurumlar ləğv elədilər? 1918 20 apreldə. İlk dəfə şəhər islahatnamə keçirilib. 1878 Bakı şəhər duması. Şəhər duması idi, bəli. Onun fəaliyyət dayandırılacaq və bir də bayaq dediyim kimi 1917 martında formalaşmış Yelizavetpol Bakı Milli Şuralar ki var idi. Ümumiyyətlə nə qədər milli şuralar, milli komitələr, nələr yaradılmışsa, erməni milli şuralarından başqa hamısı ləğv olunacaq. Mətbuat, qəzet sistemləri hamısı dayandırılacaq. Amma bir dənə fikir verin ki, həmin vaxtda partiyaların fəaliyyəti dayandırılmır. Sadəcə mətbuat, qəzet sistemləri və s. bunlar dayandırılmış olacaq. Milli şuralar dayandırılır 20 apreldə. Həmin vaxtda şəhər dumasının sədri kim idi? Xoyski. Fətəxan Xoyski olmuşdu. Şərif məhkəmələr nə zaman ləğv olunur? 1861 66. 66-cı ildə idi. Qoy Seymlə bağlı bir sual da verim. Seym adı bir müddət dəyişəcək. Özü müstəqil elan etdikdən sonra. 22 apreldə dəyişir. 18-ci ildə. Federativ Respublika. Bəli, Cənubi Qafqaz Federativ Demokratik Respublika. Yəni bu Seymin özü idi. Sadəcə olaraq adı dəyişdi. Hansı ki Osmanlının qoyduğu tələb əsasında olmuşdu bu. Aha, tamam. Deməli, ibtidai dövlət məktəbləri haqqında əsasnamə nə zaman verilib? 29-da. 1829-cu ildə idi, bəli. Bəs yaxşı, ibtidai məktəblər haqqında əsasnamə nə vaxt olub? 1912. Yox, ibtidai məktəblər, kənd məktəbləri və ya da xalq məktəbləri. 1874-cü ildə idi, bəli. 1874-də hansı dövlətdə ordu islahatı olmuşdu? Rusiya idi, bəli. Çar 2-ci Aleksandr tərəfindən ordu islahatının keçirilməsi məsələsi vardı orada. Aha, tamam. Daha sonra bəs Rus müsəlman məktəbi və ya da Rus tatar məktəbi 1887. 87-ci ildə hansı nümayəndələr idi rol oynamışdı? Gənizadə idi. Aha, Sultan Məcid Gənizadə bir də. Həbib bəy Mahmud bəyov idi. Aha, bəs yaxşı. İlk Rus müsəlman qız məktəbi 1874. Rus müsəlman. Onda 1901. 1901-ci ildə idi, bəli. Əsası qoyulmuşdu 1898, tikintisinə başlanılır. 1900-də tikincisi başa çatır, 1901-də isə açılış olacaq. Müdirəsi də kim idi? İlk rəhbəri? Hənifə xanım Məlikova və ya da Hənifə xanım Zərdabi. Tamam. Deməli, ilk qız məktəbi deyən kimi, qız təhsil müəssisəsi deyən kimi, qız gimnaziyası deyən kimi ağlımıza 1874 gəlməlidir. Amma müsəlman söz orada işlədilir isə mütləq. Baxmayaraq ki, onun qarşısında sizə demişəm, çaşdıra bilərlər. Baxmayaraq ki, onun qarşısında Rus müsəlman yazılır. Amma yenə də bilməlisiniz ki, söhbət 1901-dən gedir, çünki orada müsəlman termini var. İlk müsəlman qızlar məktəbi, ilk yerli qız məktəbi, ilk Rus müsəlman qız məktəbi, ilk pansion tipli, ilk dünyəvi qız məktəblər deyən kimi hamısını biz götürəcəyik 1901-ci ilə. Yadda saxlayırıq bunda. Tamam. Rəftar üsulunun, daxili gömür üsulunun ləğv olunması 1836-cı ildə idi, bəli. Bəs dövlət kəndlərinin bir yerdən başqa yerə köçmə hüququ ləğv olunur? 1853. Bəs sahibkar kəndlərlə bağlı bu məsələ təsdiqlənəcək nə zaman ki, sahibkar kəndləri bir sahibkarın yanından çıxıb başqa bir sahibkarın yanına gedə bilərdi? 47 reskript təsdiqlənir. Daha sonra bir reskript yox idi, daha doğrusu 47-ci il əsasnaməsinə təsdiqlənir. Bir də hansı əsasnamə ilə yenidən öz təsdiqini tapacaq? 1870. Mükəlləfiyyətlər nə zaman ləğv olunur? 1913-cü saat. Yox, orada müvəqqəti mükəlləfiyyətdir. Bəs ümumiyyətlə bir yarım məsələn əvəzin bir yarım ləğv olması nə vaxt götürəcək? 1870, amma pulla əvəz edilmişdi. Ona görə deyirik müvəqqəti mükəlləfiyyətli bir vəziyyət sistemi. Biz hansı dövrdən etibarən rəyyər, rəncbər, nökər, elat və s. kimi ifadələr işlətməyəcəyik artıq? 46 reskript. 46, 6 dekabr reskript ilə, bəli. Ondan sonra biz yalnız və yalnız mülkədar tabelisi ifadəsi işlətmiş olacaq. Buna da yəni biz diqqət yetirməliyik. Sonra Çinarə, deməli Azərbaycan tarixində belə bir sual verəcəm. İlk dəfə olaraq Şimali Azərbaycan nümayəndələrinin, Şimali Azərbaycan millətinin deyək də, qanunverici sistemlə tanış olması, qanunverici idarəetmə sistemində fəaliyyət göstərməsi ilk dəfə.
Kim deyə bilər? Bir dəfə demişəm. Kimsə yadına qala bilər? 1878. Yox, yox, o qanunverici deyil ki. Axıcı ilə başlayırlar. Dövrü. Birinci Dövlət Duması. Qanunverici bir qurumdur axı Dövlət Duması. İlk dəfə olaraq Azərbaycan nümayəndələri orada iştirak ediblər və ilk dəfə qanunverici sisteminə orada tanış olublar. Birinci Dövlət Dumasında. Ayşə, müstəmləkə dövründə, yəni bu komendantlıq dövründə, komendantların hansı məhkəmə üzərində səlahiyyəti yox idi? Hansı məhkəmə? Şəriət Şəriət məhkəmələri, bəli. Çünki şəriət məhkəmələrini kim idarə edirdi? qazılar. Qazılar idarə edirdi. Dedik nə vaxta qədər davam etdi şəriət məhkəmələri? 6-cı ilə qədər. 1866-ya qədər davam etmiş oldu. Azərbaycanda, Şimali Azərbaycanda. Rusiyada olduğu kimi Antilles Aslan məhkəməsi yaradıldı mı? Yaradılmadı. Yaradılmamasında da məqsəd nə idi? Niyə yaradılmır? Əhaliyə o qədər geniş hüquqlar vermək istəmədilər. Yəni Şimali Azərbaycanda deyir əhalinin az da olsa idarəetmə sistemində iştirakına icazə vermək istəmirdilər. Bir buna görə, bir də Azərbaycanda daha çox ədalətsiz qərarlar verirdilər. Antilles Aslan məhkəməsində də verilən qərarlar sırf yetəri qədər ədalətli bir qərarlar olmalı idi. Ona görə, yəni belə bir məhkəmə sistemini bizdə yaratmadılar. Rusiya Müsəlman İttifaqı Təşkilatı. Bu 1800-cü 1905 niyə Nijnoqora qurultay olmasın? 1905-də orada yaradılmışdı. Bəs Müsəlmanlıq və ya da İttifaq Partiyasına vaxt yaranıb Ayşə? 1905-ci ildə təşkil olunmuş bir partiya idi. Tamam, Difai Partiyasında hər hansı bir muxtariyyət məsələsi irəli sürülüb yoxsa yox? Məncə olar. Amma muxtariyyət var idi. Sadəcə olaraq bu ərazi muxtariyyəti yox, müsəlman xalqlarına muxtariyyət məsələsi var idi. Difai Partiyasında olubdur. Məşrutə hərəkatı neçənci illərdədir Ayşə? 95-11. 1905-11 başlama bəhanəsi qığılcım rol oynadı. Bəstə otururdular malların. Niyə də, niyə? Bəs onun bir başlanğıcı var axı, səbəb. Deyin görün qısaca. Malların qiymətinin Artırılmasına görə cəmaatın həbs olunması. 17 nəfər tacirin, bəli, qəndin qiymətinin artırılmasına görə eyni dövlət tərəfindən həbs edilməsi. Bu da bir başlanğıc, bir qığılcım rol oynadı və başladı. Bu sadəcə bir bəhanə idi. Amma bu hərəkatı aparanlar nə istəyirdilər? Əsas tələblər nə idi? muxtariyyət. Konstitusiyanın qəbul olmaq. Hı -hı. Konstitusiya sonra parlament, bir də müstəmləkəçilərin ərazidən qovulması məsələsi. Muxtariyyət dedin. Cənubi Azərbaycana ilk dəfə muxtariyyət termini ifadəsi nə zaman işlədilib? Muxtariyyət tələb edilməsi. İlk dəfə hansı üsyanda olub Cənubi Azərbaycanda? Deyin görüm. Kim deyər? Xiyaban. Bəli, Xiyabanda olmuşdu. O vaxta qədər muxtariyyət termini olmayıbdı. Bəs ilk əncümənlərin, ilk seçkili idarəetmə orqanının yaradılması nə vaxt olub Cənubi Azərbaycanda Ayşə? 1905-də. 5-də yaradılmışdı yoxsa 6-da yaradılmışdı. 1906-nın yayındaydı. İlk dəfə Təbrizdə, sonra digər şəhərlərdə də yaradılma başlayıb. Məşrutə hərəkatının Azərbaycandan hansı partiyaya yardım göstərdi? Müsəlmanların Döyüşən Partiyası idi. Başqa sənə nə deyim? Deyin görüm hansı partiyadır? Difai Partiyası idi. Ayşə, Difai Partiyasının əsası kim tərəfindən qoyulub? Ağayev, Əhməd bəy Ağayev. Əhməd bəy Ağayev tərəfindən harda yaradılmışdı? Bakıda. Bakıda yaradılmışdı. Bəs hansı partiya idi ki, bütün qəza mərkəzlərində şöbələr var idi? Bütün hamısı. Difai. Elə Difain özü idi. Ən böyük şöbəsi də hansı idi? Elə məhz o idi, məşrutə hərəkatına dəstək olan. Qarabağda. Qarabağ, yəni Şuşa şöbəsi idi, bəli. Daha sonra 3-4 sinifli pullu şəhər məktəblərinin fəaliyyət göstərməsi, əsasın qoyulmasına vaxta düşür. Pullu sınıf. 3-4 sinifli pullu şəhər məktəbləri. Deyin görüm. 1912. 1912, 3-4 sinifli. 1912, 72-də 6 sinifli idi, 6 illik məktəbi idi. Bəs yaxşı, Ayşə, hansı məktəb idi ki, bu təhsil müəssisəsini bitirənlər, təhsil sistemini bitirənlər universitetlərə daxil ola bilərdilər? Deyin görək. Elə bu Qız məktəbini deyək. qız 1874-cü ildə qız məktəbi, qız gimnaziyası, ümumiyyətlə onu bitirənlər ondan sonra universitetlərə qəbul ola bilərdilər. Belə bir hüquq verilirdi onlara. hansı məktəbdədir? Qız məktəbi 1874. Qız məktəbində vardı bu hüquq. Oranı bitirdilər, ondan sonra universitetlərə daxil olma hüququ almışdılar. Ayşə, ilk milli operanın əsas qoyulmuşdu nə zaman? 1908-ci. Leyli və Məcnun 1908. Bəs deyin görüm, ilk dəfə olaraq Azərbaycan filmi dünya ekranlarına çıxarıldı. 1945. Arşın Malalanla olmuşdu, bəli, 1945-ci ildə. Sonra Ayşə, Tiflis və Kutays quberniyaların yaradılması Cənubi Qafqazda nə vaxta düşür? Neçə? 1846. 46. Hansı qərar? 6 yoxsa 14 dekabr? 14 dekabr. 14 dekabrdaydı. Bəy və ağaların bütün torpaqları müsadirə edilməyə başlandı. Nə zaman? Deyək. 1841-ci ildə idi. Bəs yaxşı, həmin vaxtda deyə bilərik, Ayşə, deməli, ali müsəlman təbəqəsinin torpaqları müsadirə edildi.
Xeyr. Xeyr. Niyə? Çünki ali müsəlman təbəqəsi ifadəsi nə zaman işlədilir? Hansı dövrdə? 1843. Üsul cərrah məktəblərinin açılmasına vaxta düşür. İlk üsul cərrah məktəbi. 19-cu əsrin ikinci yarısı. İl olaraq de mənə. 19-cu yarısında sən tutarma. 1869-cu ildə kim tərəfindən açılmışdı ilk üsul cərrah məktəbi? Seyid Əzim Şirvani tərəfindən, amma Şamaxıda açılmışdı. Şirvani olmasına baxmayaraq Şamaxıda açılmış bir məktəb sistemi idi. Bəs yaxşı Ayşə, Tiflis komitəsi və Tiflisdə komissiya. Konfrans. Nə zaman olur? Və Tiflis komitəsi. Tiflis konfransı, bir də var Tiflis müqaviləsi. Tiflis komitəsi bir dənə deyin mənə nə zaman olub? 1842 bəy və ağaların hüquqlarına bağlı idi və bununla da torpaq müsaadəsi dayandırılmışdı. Bəs Tiflis komissiyası 6-da. Aha. Kimlərin fəaliyyət əsasında olmuşdu? Topçu Başov, Bir də Həsən bəy Ağayev, Əhməd bəy Ağaoğlu idi. Aha. Daha sonra bəs Tiflis müqaviləsi Osmanlı ilə Qacar. AXC ilə niyə ermənilər arasında olmasın? Hansı ərazi uğrundaydı? 19-cu ilin noyabrında Zəngəzurla bağlı idi ki, hər iki tərəf qoşunlarını oradan çıxartmalı idi. Çıxartdılarmı? Yox, çıxartmalı. Çıxartmırlar. Kim çıxartmır? Ermənilər çıxartmır. Azərbaycan tərəfi çıxardacaq. Sadəcə ermənilər tərəfi çıxartmır, əlavə qüvvələr daxil edəcəklər ora. Bəs yaxşı Ayşə, iki Rus alayının deyir məğlub olmasının qarşısını almışdı. Biabırcasına məğlub olmasının qarşısını alır. Polşa istiqamətdə döyüşlərdə söhbət kimdən gedir? Səməd bəy Mehmandarov. Səməd bəy Mehmandarov idi. Mazur Konstitusiyasının imzalanması. Nurten, 1904-də. 1904-də mahiyyətində, 4-ün hansı tarixindədir və mahiyyətində? Müqavilənin şərtindir. 4-ün noyabrındaydı amma. Dekabrın 30-da olubdu. Şərti nədən ibarətdir? Ki, fəhlələrə iş saatı azaldılmalıydı biraz. 9 saat endirilməli sonra. Bir də maaş haqqı verilməliydi işləklərin qarşılığında. Daha sonra Başqa? istirahət hüququ və sair verilir. Məzuniyyət, Yəni, təhsil günləri Müddədə bir dəfə. verilirdi. Bəs yaxşı tək bizə mi aid edilmişdi, yoxsa cənubdan gələn fəhlələrə də aid edilmişdi? Yəni, yox, tək cənubdan gələn fəhlələrə. Onlar da şamil olmuşdu. Bəs yaxşı 1904 həmin bu kapitulyasiya, Mazur Konstitusiyası daha doğrusu bu bütün sənaye məsələlərinə mi aid edilmişdi, yoxsa bütün fəhlələrə mi Yox, şamil təkcə edilmişdi? şeydir. Neftlə bağlı idi. Digər Neft mexanizm, sahibləri. digər mexanizm sahəsində çalışanlara nə zaman şamil edilir? 1917. Niyə 17-də, niyə 5 yanvarda olmasın ki? Demokratik hərəkatın birinci mərhələsi ötən neçənci illərdədir? 1875-1904. 1904, ikinci mərhələ. 1904-1917. Onu 5 kimi eləmişik də, 1905-1917, üçüncü mərhələ. 17-18. 17 hansı tarixdən başlayacaq? Fevral çevrilişindən qabaq yoxsa fevral çevrilişindən sonra? Fevral çevrilişindən sonra. Sonra başlamış olacaq, bəli. Bəs yaxşı Səttarxan hərəkatı qalib gəlir yoxsa məğlub olur? Ən sonunda məğlub olmuşdu. Orada gedir Hilyas. Yox, hərəkatın özünü deyirəm, Təbrizyanın özünü deyirəm. Qalib gəlir, Orada məğlub olur. qalib gəlmişdi. Orada qalib gəlmişdi. Ümumi o məşrutə hərəkatın məğlubiyyətidir. Sonda getməsi, orada güllələməsi və s. Tamam. Bəs yaxşı, 19-cu əsrdə, 19-cu əsrin ikinci yarısından xüsusilə. Şimali Azərbaycan əsas taxılçılıq anbarı haraydı, Qacarlarda əsas haraydı. Şimali Azərbaycanda Gəncə idi deyirsən. Qacarlarda Təbriz. Qacarlarda ümumilikdə Cənubi Azərbaycan gedir. Zeynəb Paşa üsyanı nə vaxt olub? 1948. Yox, 1938. Bəlkə 1898. İyi misin? Nə ilə bağlı idi? Amma burada bir əhali azlıq çəkirdi məsələn. Ona görə bunlar da gedib taxıl qırıqda ona əhaliyə paylamışlar taxıl. Paylanmamışlar, ucuz qiymətə satmışdılar. Taxıl müstəqilliyinə qarşı baş vermiş üsyan idi, ilk qadın üsyanı. Və Şimali Azərbaycana ilk qadın üsyanı nə vaxt olub? 1916 martda. 1916-cı ildə idi. Fevral ayında ilk qadın hərəkatı 1-ci Dünya müharibəsi gedişatındaydı. Sonra deməli Nurten hansı dövrdən etibarən müstəmləkəçi dövrünə söhbət edir? Deməli bütün o yerli bəy bağlar tamamilə idarəetmə sistemlərindən kənarlaşdırılacaq. 1840-da. 41-ci ildən sonra həmin o tarixdən etibarən deyəcəyik, 41-ci ildən. Çünki 40-cı ildə qərar verilir, 41-dən artıq qüvvəyə minərək təsdiqlənəcək bu qərar və həyata keçirməyə başlayacaq. Bəs Sarkə kəndlərinə torpaqların məcburi şəkildə satın alması haqqında qərar nə zaman verilmişdi? 1900-də. Məcburi satın alma. 12-ci ildə, 12-ci il qərarı idi, amma 13-cü ildən qüvvəyə minmişdi. Zaqatala dairəsində nə zaman feodal qaydalar ləğv olundu, feodal asılı ləğv edildi? 1913-cü ildə ayrıca bir qərar verilmişdi və bu qərar əsasında da Zaqatala dairəsində idi ki, feodal münasibəti ləğv olundu. Zaqatala dairəsi termini ümumiyyətlə nə zaman formalaşıb Nurten? 1841-də idi. Zaqatala dairəsi termini.
Deyin görüm. Deyin görüm. 1860-cı ildə idi. Bəli. Deməli, Bakı quberniyası nə zaman yaradılıb? 1859. 59-da hansı hadisə baş verdi? Bir orada Şamaxıda zəlzələ baş verir. Hı -hı. 10 yerində bunu yaratmışdı. 49-da hansı quberniya yaradılmışdı? İrəvan. İrəvan quberniyası. Naxçıvan qəzası hansı quberniya tərkibində olub? İrəvanın Erməni dairəçiliyi nə zaman ləğv olundu Naxçıvanda və İrəvanda? Erməni dairəçiliyi. Bu 1840-da. 40-cı il islahatına əsasən nə zaman yaradılmışdı ki? 1828. 28-ci ildə. Türkmensaydan əvvəl yoxsa sonra? Sonra. Sonraydı. Bəs yaxşı Naxçıvanda bir dəfə də erməni idarəçiliyi yaradılıb. Bu nə zaman oldu? Bəli, 1919. Aysel, 19-cu ildə general qubernatorluq yaradılan zaman geniş fəaliyyətə başlaya bilmirdi qubernator. Çünki mart-iyul tarixlərində orada erməni idarəçiliyi olmuşdu. Bundan qaynaqlanırdı. Nurten, mülki məsələlərə hərbi məhkəmələrdə baxılma qaydası nə zaman ləğv olunur? 1841-də. 40 islahatına əsasən 41-ci ildən. Bəs yaxşı həmin vaxtda yerli əhali, müsəlman əhalisi mülki məsələlərlə bağlı ondan o problemləri, çətinliklərini hansı məhkəmələrə üst tutub orada həll etməyə çalışırdılar? Şəriət məhkəmələri. Aysel, şəriət məhkəmələri idi. Ona görə də çox keçmədi ki, şəriət məhkəmələrin növbəti məhkəmə islahatında, yəni 1866-da ləğv edəcəklər. Kəndlərdə ilk dəfə seçkili idarəetmə orqanı yaradılması Şimali Azərbaycan. 1917. Deyək. 1865. 1865-ci ildə. Bəs şəhərdə ilk dəfə seçkili idarəetmə orqanı nə zaman yaradıldı? 1878. 1878-ci ildə. Nurten, ilk şəhər islahatı hansı bölgələrdə keçirildi? İlk şəhər islahatı Gəncə Bakı. Biri Bakıdadır. Bir də deyək. Biri İrəvandaydı. Şəhər islahatının keçirilməsi. Bəs yaxşı bu şəhər islahatı məhdud yoxsa tam əsaslı keçirilirdi? Yox, məhdud. Məhdud formadaydı. Bəs tam əsaslı şəhər islahatı aralarda keçirilib? Bəli. Bəli, Şuşada və Gəncədə hansı dövr islahatı idi? 90. 1892-ci ildə, bəli, ümumiyyətlə 90-cı ildə yazılır, artıq faktiki il yazılmır. 1890-cı illərdə idi, 92-də idi. Sonra 1-ci Rus Bolşevik inqilabı neçənci illərdədir Nurten? 1905-1912-1917. Niyə 5-dən demirdin ki? 1905-1907. 1905-7. Bəs yaxşı hansı hadisə ilə bitir? Hansı dumanın qovulması ilə? 3-cü dumada. 2-ci Dövlət Dumasının qovulması ilə. 3-cü Duma nə zaman fəaliyyət başa çatır? O da 1912-də. 1912. 12-ci ildə 7-dən çağırılır. Kim idi? Hansı Azərbaycan nümayəndə orada fəaliyyət göstərir? İştirak edir. Bəli. Niyə Xəlibə Xəs Məmmədov olmasın? Nəsib bəy Yusufbəyli ümumiyyətlə heç bir dumada yox idi. Zəhra, Şimali Azərbaycanda ilk elmi qrammatikanın əsasının qoyulmasına rol oynamış şəxs, hətta Azərbaycan tarixini işlət bilmə əsaslarla yazıb, bəli, Bakıxanov olmuşdu. Gülüstan İrəm əsəri neçənci ilə aiddir? 19-cu əsrdə. İl olaraq neçənci ildədir? 1841-də idi, bəli. Daha sonra, bəs yaxşı Zəhra, tam artilleriya generali rütbəsi kimə verilib? Səməd bəy Mehmandarovdaydı. Səməd bəy Mehmandarov hansı dövlətlərin hərbi mükafatını almışdı, ona verilmişdi yəni? Fransaydı və İngiltərə Belçika idi. Belçika yoxdur, Belçika nə şey? Yox. Rumıniya bir də elə Rusiyanın özü. Bəli. İlk hərbi təyyarəçimiz? Fərux Ağayevov. Aha, general adlandıra bilərik. Məncə təyyarəçi idi. General, yox, təyyarəçi olmasına baxmadan, indi general ən azından demək olar da təyyarəçilər general rütbəsi verilmir. Amma burada Fərux Ağayevov general rütbəsi ona verilməmişdi. Almanların ilk dəfə Şimali Azərbaycana köçürülməsi? 1817. 1817-18-ci illərdə hansı bölgəyə köçürülmüşdü? Annenfeldin Yelendorf. Yəni, ümumilikdə Şəmkir Göycəl ərazidə ümumilikdə götürdükdə, ümumiyyətlə. Necə Gəncə Qazax kimi bir şey. Hansı dairə? Hansı dairə? Bir dəqiqə. Yezavetpol dairəsi idi. Yezavetpol dairəsinin əraziləri ilə ora köçürülmə olmuşdu. Bəs yaxşı, ermənilərin kütləvi formada köçürülməsi desək? Kütləvi Ədirnədə, yox, Türkmənçə və Ədirnə müqavilələri ortaq olaraq götürür ki, deməli, kütləvi şəkildə köçürülmə siyasəti aparmışlar. Bəs Aysor tayfalarının Azərbaycana gəlişi köçürülməsinə vaxta düşür? Aysor 1865. Aysorlar 1805-də idi. Ümumiyyətlə bu köçürülmə siyasətini həyata keçirməkdə məqsədləri nə olubdu Çar hökumətinin? Özlərinə dayaq yaratmaq, sonra Ruslaşdırma siyasəti, iqtisadi fəthləri asanlaşdırmaq, bufer zona yaratmaq, yəni müsəlman əyalətləri arasında əlaqələr kəsmək. Məqsədlər bu idi. Özlərinə dayaq yaratmaq. Bu məqsədlə köçürülmə siyasətini aparmışlar. Bəs ilk dəfə olaraq Şimali Azərbaycana Rus kəndlərinin yaradılmasına başlanması, yəni Rusların köçürülməsi 1830-cu ildən etibarən. 19-cu əsrin birinci yarısında mı sadəcə Rusların köçürülməsi olub, yoxsa ikinci yarısı, sonları, yəni bu dövrlərdə də olmuşdu 20-ci əsrdə? Köçürülmə davam eləyəcək. Davam eləyəcək, uzun bir müddət də gedir. Bəli, köçürülmə siyasəti olmuşdu. Bəs yaxşı, ilk mütəşəkkil tətil nə vaxt olub? 1875.
1895 deyək, harda baş vermişdi? Bakıdaydı da deyəsən. Bakıda hansı fabrik fəhlələri idi? Tütün fabrikinin fəhlələri tərəfindən. Bəs yaxşı, burada iqtisadi tərəflər yoxsa siyasi tərəflər irəli sürülüb? Burada iqtisadi. Deməli, Mars soyqırımları nə zaman baş verdi? Hansı dövrə qədər davam edib? 1919-cu ildən başladı. 19-da Mars soyqırımı olubdu, Zəhra. Orada 18 yaşlı. 18-ci il hansı? Aha. Martın 30-undan başlayıb nə vaxta qədər davam edib? Bakı quberniyasında soyqırımlar nə vaxt bitir? Sentyabra qədər. 15 sentyabra qədər. 15 sentyabrda nə baş verdi? Hansı diktatura süqut etdi? Deyin görüm hansı diktatura idi süqut edən? Sentralkaspi diktaturası idi. O süqut etdi. Bakı azad olunur. Densevin qüvvələr geri çəkiləcək. Aha. Necə? Densevin qüvvələr geri çəkilmiş olacaq. Bakıda azad edilmiş olacaq. Və paytaxt da Bakıya köçürülür nə zaman? Sentyabrın 17-si. 17 sentyabrdan Bakı dövrü başlamış olacaq. General Thomson Azərbaycan gəlişinə vaxta düşür. General Thomson 2 dəfə gəlmişdi amma noyabrında gəldi. Noyabr 18. O bir dəfə gəlir. 18-ci noyabrında. Azərbaycanın hansı hökuməti rəsmi hökumət kimi tanıyır? Peki 18 noyabrında hansı düşür? İkinci. Üçüncü hökumət niyə olmasın? 18 noyabrda gəlməsi ilə o dəqiqə ikini tanımayacaq ki. Üçüncü hökumət tanıyacaq. İlk koalisiyalı hökumət hansı olmuşdu? 3 koalisiya 3-cü hökumət. Üçüncü hökumət idi. 1870. 1870 islahatı ilə bəli, meşəponun tətbiq olunması. Səs açın ümumi sual cavab gedəcək. Şuşada ilk qəza məktəbi 1830-cu ildə, açılması 30-cu ildə. Bəli. Bəs yaxşı ilk üsul məktəbi dedik nə zaman açıldı? 1869-cu ildə kim tərəfindən? Seyid Əzim Şirvan tərəfindən Şamaxıda açılmışdı. Şuşada kim açdırıb? Nəvab kim olmuşdu? Həmçinin. Rəssam olmuşdu. Bəs yaxşı portret ustası? Mirzə Qədim İrəvani idi, bəli. Həm şairə, həm realizm sənətinin nümayəndəsi, həm rəssam, xəttat, bəli, Xurşudbayla Natəvan olmuşdu, tamam. Bəs baş planları hazırlanmış 4 əsas şəhər 19-cu sonlarına doğru. Bakı, Gəncə, Aha. Şamaxı, Şamaxı. Bir də Naxçıvan. Bakı, Gəncə, Şamaxı, Naxçıvan idi. Bəli, ilki də Şamaxı ilə bağlıdır ki, Şamaxının ilk baş planı hazırlanmışdı. Debrun evi deyəndə indiki hansı bina nəzərdə tutulur? Milli İncəsənət Muzeyi. Milli İncəsənət Muzeyi. İlk milli teatrın əsas qoyuldu nə zaman? 1873-də ilk teatr binası. 1883-də. Bəs Cənubi Azərbaycanda ilk teatr binası? 16-cı ildə ilk teatr 8. Cənubda. 1909. Bəs yaş 1916-cı ildə Qızıl Fonda daxil olmuş əsər. Necə? Qızıl Fonda daxil olmuş əsər. Şah İsmail operası kimə aid idi? Müslüm Maqamayevə məxsus idi, bəli, 1916-cı ildə. Sonra ilk milli bədii filmimiz Neft və Milyonlar. Neft və Milyonlar səltənətində neçənci ildə idi? 1916. 16-cı ildə ilk peşəkar aktyor Ərəblinski. Hüseyn Ərəblinski, ilk qadın aktrisa Gövhər Qaziyeva idi. Şəkidə Rus müstəmləkəçiliyi əleyhinə Rus müstəmləkəçi dövründə ilk üsyan. 26. Dəniz. Mən eləmədim, biz onu yenə çəkmişik, getdim ora. Şəkidə Rus müstəmləkəçi dövründə 1806, bəli, ilk dəfə üsyan olması 1806-cı ildədir. Bəs yaş Məşədi Məhəmməd tərəfindən üsyan nə vaxt olub? 8. 1838-ci ildə. Burada da Məşədi Məhəmməd idi. Deməli, məşrutə hərəkatına dəstək olan jurnal. Molla Nəsrəddin jurnalı. Molla Nəsrəddin jurnalı neçənci ildə çap edilib? 1906-cı ildə, 1875-ə bax. 1906-da Şimali Azərbaycanda ilk satirik mətbuat. Qafqaz müsəlmanlarının deməli Bakı qurultayı nə vaxt keçirildi? 18 aprel. Bəlkə 17 aprel deyək. 17 aprelində hansı Azərbaycan nümayəndəsi orada iştirak etmişdi? Mehmet Əmin Rəsulzadə. Bəli, Rəsulzadə orada iştirak etmişdi. Bakı şəhər duması dedik tamamilə ləğv olundu nə zaman? Bakı şəhər duması. 1918 20 aprel tarixində. Aha. Bəs yaxşı, Qubada, Lənkəranda, Şamaxıda, Şəkidə nə zaman məhdud formalı şəhər islahatı keçirilib? 90-cı ildə. Bəli, 19-cu əsrin 90-cı illərində, 1890-cı illər yenə də qabaqlar 1892 yazırdılar. Yazılmadığına görə tam olaraq götürə bilmirik. Sonra ilk satirik karikaturçu rəssamımız Bəhruz Kəndərli. satirik Əzim Əzimzadə. Amma ilk peşəkar rəssam desək? Bəhruz Kəndərli deyəcəyik, bəli. Tatar Süvari alayının yaradılması? 14. 1914 avqustundan nə vaxta qədər fəaliyyət göstərib? 18 martına qədər. 18-in yanvarına qədər fəaliyyət göstərmiş. Niyə mart olsun? Erzincan müqaviləsindən sonra Qafqaz cəbhəsində hərbi əməliyyatlarda yandırılır axı. Bu da ləğv olunacaq. Gəlib hansı korpusun təşkilinə daxil ediləcək? Azərbaycanlı nümayəndələri. Şuinski düzəldi. Bəli, Şuinski yaratdığı Müsəlman korpusu bunun təşkilinə daxil olacaq. Şəmkir stansiyasının hadisi?
Necə? Şəmkir stansiyasında hadisə 1918-in yanvarı. 1918 yanvarındaydı, bəli. Və Gədəbəy, deməli, Gədəbəy metallurgiya müəssisəsi nə vaxt açılıb? 1865-ci ildə hansı kapitalist tərəfindən? Almanların Siemens qardaşları, bəli. Bəs yaxşı, Alman kapitalı Cənubi Azərbaycana nə zaman nüfuz etdi? 12-də xalça zavodu. Bəli, 1912 xalça zavodu. Tiflisdə əmanətlər məktəbi neçənci ildə? Əmanətlər məktəbi 1828-ci ildə, bəli. Bir şey var idi. Var. Hansı mövzuçudaydı? Mədəniyyət mövzusunda var. Bəs yaxşı, 6 illik məktəb dedik neçənci ildədir? 1872. 72. Bəs yaxşı, 8 illik məktəb? 56. 1959. 10 illik məktəb? 66. Əvvəlini də deyim də, bəlkə 1866 nəzərdə tutursunuz. 1966. 1966-cı ildə Bakı Tbilisi qaç dəmir yol xəttinin çəkilməsi. 83. Bakı Tbilisi qaç dəmir yol xətti. 2017. 2017 hansı tarixi? Oktyabr. Oktyabrın 30-daydı. Bəs ilk dəfə olaraq Azərbaycanda deməli vitse-prezident vəzifəsinin yaradılması 2017 fevralda, bəli. UNESCO ilə əlaqələr kəsildi nə zaman? 2022. 2022-ci ildə idi. Aşa sənəti UNESCO irsinə daxil edildi. 2012. 2009. 2009-da idi. Tarifatçılıq sənəti O da 2012. o 2012-də. Novruz bayramı 2009. 2009-da. Novruz bayramı bərpa edildi nə zaman? 62'de. Nəyin 67-si? 1967-ci ildə kimin fəaliyyət əsasında olmuşdu? Şüxəli Qurbanov idi. Milli Azərbaycan qərargahının yaradılması 1962-ci ildə sədri və mavini Kudur Oqtay Rəfili idi. Hər hansı rayon mərkəzlərində şöbələr var idi, deyə bilərik. Bəli, bəli. Və bundan sonra artıq rəhbər vəzifələrdə, digər rəhbər vəzifələrdə Azərbaycanlılar təmsil olunmağa başladılar, fəaliyyət göstərməyə başladılar. Bəs yaxşı, ilk dəfə katib vəzifəsinin yaradılması birinci katib 1929-dan yaradıldı. Bax, yaradılma soruşsa, biz 1929-dan götürəcəyik. Amma Azərbaycanlıların ilk dəfə bu vəzifəyə gətirilməsi desə, onda 1993-dən götürəcək. Kim idi ilk rəhbər? Mircəfər Bağırov. Kamran Bağırov nə vaxt gəlir? 1982-1988-ci illərdə. Bəs yaxşı, 88-də kimə əvəz eləyəcək onu? Əbdürrahman Vəzirov əvəz eləyəcək. Əbdürrahman Vəzirova da demişdi ki, haralarda səfir olmuşdu, SSR səfiri? Bir də Nepal və Pakistandaydı. İlk dəfə xalq şairi statusu kimə verilmişdi? Neçənci ildə? 1956-da. 1956-cı ildə var olmuş konstitusiyaya bir maddə daxil edilir. Azərbaycan dili. Bəli, İmam Mustafayev Azərbaycan dili dövlət dili statusu məsələsi vardı. Bəs bütün rus dili məktəblərdə Azərbaycan dilinin vacib formada tədris olunması haqqında qərar nə zaman verilmişdi? 1959-cu ildə, bəli, yenə də İmam Mustafayevin dövründə onun fəaliyyət əsasında olmuşdu. Tamam, bəs Vəlaxundovun zamanında tək Azərbaycan, Qarabağa yox, bir də hansı dövlətin ərazisinə iddialar vardı ermənilər tərəfindən? Türkiyə idi, bəli. Aha, 1938-ci ildə verilmiş qərarı nə zaman təsdiqləməyə cəhd göstərdilər? Və təsdiqlədilər hətta 69-cu ildə, amma Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə birinci rəhbərlik dövrü başlaması ilə bu prosesin qarşısı alınmışdı. Nizam Gəncəvi irsinin Bəli. Sadəcə olaraq 2000 hektarlıq ərazi məsələsi idi. Sadəcə o baş tutmadı bu proses. Nizam Gəncəvi irsinin yenidən öyrənməsi 1977-ci ildə. Bəs yaxşı, tarixi bədii qoruğa çevrilən bir ərazi var həmin dövrdə. Şuşa idi. Şuşanın əsası neçənci ildə qoyulub? 1752-ci ildə, bəli, 1752-ci ildə deməli əsası qoyulmuşdu. 1756-57-ci illərdə isə başa çatdırılmışdı. Tamam. Və Şuşa nə zaman kurort mərkəzinə çevrilir? 80-ci illərin əvvəlləri götürəcəyik. Vaqifin məqbərəsinin deməli inşası 81-82-ci illərdə idi. Yenidən bərpası nə vaxta götürürük? 2022-ci ildə. Bakı bəyannaməsi neçənci ilə aiddir? 98 sentyabr, bəli, nə ilə bağlı idi? İpək yolu. Yəni ümumiyyətlə nəqliyyat sistemi ilə bağlı idi. Bəli. Bəs yaxşı, deməli Bakı bəyannaməsi bu idi. Bəs Şuşa bəyannaməsi? Türkiyə. 22 yoxsa 21-də? 2021-ci il iyununda. Bəs Qarabağ bəyannaməsi? 2024-cü ildə idi, bəli. Haradaydı görüş keçirilmişdi? Qeyri-rəsmi bir görüş. İstanbul. Bəli, növbədənkənar bir görüş keçirilmişdi. Şuşadaydı 2024-cü il. Orada da Bakı bəyannaməsi qəbul edilmişdi. Kimlər görüşü idi bu? Türk dili dövlətləri. Türk dilli dövlətlərin əməkdaşlıq şurası nə vaxt yaradılmışdı? 2012. 12-də. Naxçıvan sazişi neçənci il imzalanır? 21. Naxçıvan sazişi 2009-da Naxçıvan sazişi, 2012-ci ildə Türk dilli dövlətlərin əməkdaşlıq şurası. Bəs yaxşı, Türk dilli dövlətlərin şurasına çevriləcək sadəcə, təşkilata çevriləcək.
2021-də asan versiya demişdim axı son iki rəqəmin yerini dəyişirib. Deməli, SSR tərəfindən kollektivləşmə siyasətinin həyata keçirilməsinə vaxtda düşür. 1929-cu ildən başladı. 33-ə qədər el işlə kollektivləşmə, amma bu kollektivləşmənin qalib gəlməsinə vaxt götürürük. 37-ci ildə, 1937-ci ildə deməli zirvə dövrü var. Bir repressiyaların, bir də kimin əsərlərinin yaradıcılığının Üzeyir Hacıbəylinin bəli, zirvə dövrü hesab olunurdu. Yeni iqtisadi siyasətin dövrü 1921-25. Bəs yeni iqtisadi siyasətə keçid formalaşmışdı nə zaman? Bizdə. Yəni neçənci ildə ərzaq vergisindən başa çatdı? 1923-cü ildə idi, bəli. Ümumi əmək mükəlləfiyyətinin qəbul edilməsi 1920 sentyabr. Bəs yaxşı, ərzaq sapalağının tətbiqi 1921. 20-nin avqustu. 20-nin sentyabrında. Hər cür taxıl tədarükünün dövlət insanına alınması haqqında qərar. 20-nin avqustu. O 1920-nin avqustundaydı. Bəs yaxşı, bütün növ ərzaq məhsullarının dövlət insanından çıxarılması haqqında, yəni dövlət insanına salınması haqqında qərar ləğv olunur. Nə zaman? İSİN tətbiq olunması ilə, bəli, tətbiq olunması ilə ləğv edilmiş olacaq. İnqilab öz balalarının yer ifadəsi ilə bağlı idi. Repressiya siyasətinə bağlı, xüsusilə də bu 30-cu illər zirvə dövrü olan repressiya siyasətinə bağlı idi. Xaqanat diviziyası 416-cı diviziya, Belqrad diviziyası 223-cü diviziya, Şimal Qafqaz uğrunda döyüşlərdə iştirak edən Sovet İttifaqı qəhrəmanı Qafur Məmmədov idi. Bəs yaxşı, 2 dəfə Sovet İttifaqı qəhrəmanı statusu kimə verilmişdi? Həzə Aslanov. Birinci qəhrəmanlığı hardaydı? Hansı istiqamətdə döyüşdə almışdı? Stalingraddaydı birincisi 1942-ci ildə. Bəs yaxşı, Belarusiya ətrafında döyüşlərdə iştirak edən 500 yaşayış məntəqəsinin azad olmasına rol oynayan elə Həzə Aslanov idi. Ölümündən sonra Sovet İttifaqı qəhrəmanı statusu verilmişdi kimə? Həzə Aslanov ikinci dəfə. Partizançı Mehdi Hüseynzadə. Mehdi Hüseynzadə hansı istiqamətdə döyüşlərdə iştirak etmişdi? Yugoslaviya, İtaliya istiqamətdə döyüşlərdə iştirak etmişdi. Mikhail ləqəblə tanınan iki nümayəndə. Bəli, bəli. Biri Mehdi Hüseynzadə, digəri də Tofiq Hüseynov. Tofiq Hüseynov hansı istiqamətdə döyüşlərdə olub? Birinci Qarabağ müharibəsi, Xocalı istiqamət hərbi əməliyyatlarda milli qəhrəman, Azərbaycan milli qəhrəman statusu verilmişdi. Azərbaycan milli qəhrəman statusu ümumiyyətlə nə zaman tətbiq edilib belə bir qərar? 1992-ci ilin martın 25-nə verilmiş bir qərar idi və ilk dəfə də tətbiq olunacaq iyun ayında Daxili İşlər Nazirliyinin 11 əməkdaşına verilmiş oldu. Horadiz qəsəbəsinin azad olması? Horadiz qəsəbəsi 1994 yanvarındadır. Bəs yaxşı, Horadiz kəndinin azad olunması? 2020-nin sentyabrın, bəli, müharibənin ilk həftəsində idi, düzdür. Cocuq Mərcanlı kəndi haranındır? Cəbrayıl nə zaman azad edildi? O da 94-cü ildə idi. Bəs nə zaman təhlükəsizlik təmin edildi? 2016 aprel döyüşləri. Qırqız yüksəklik, Sarıbaba yüksəkliklərinin nəzarət altına alınması. Lisas əməliyyatındaydı. Nə zaman olmuşdu? 2022-ci ilin 3-4 avqustundadır. Laçın rayon mərkəzinin azad edilməsi? 2021 dekabr. Bəs Laçın şəhər mərkəzinin azad edilməsi? 22-26 avqustda. Antiterror olmuşdu orada. 26 avqustdaydı 2022-ci ildə. Antiterror nə vaxt olur? 2023-cü ilin 19-20 sentyabr tarixlərində olmuşdu. Qondarma Dağlıq Qarabağ Respublikasının yaradılması? 1991 sentyabrında Qondarma Dağlıq Qarabağ Respublikası yaradıldı. 91 noyabrında nə ləğv edilmişdi 26 noyabr tarixində? Qarabağ vilayəti. Dağlıq Qarabağ Muxtar Vilayəti nə zaman yaradılmışdı ki bu? 1923 7 iyuldaydı. Bəs 2021 7 iyulda nə qərar verilmişdi? İqtisadi rayonlar yaradılmışdı. Laçına böyük qayıdış nə vaxt oldu? 2023-cü ilin mayın 28-də. Bəs Xocalıya qayıdış? 2024 mayın 28-də. Bəs Şuşaya qayıdış? 2024 Mayın 8-də. Füzuliyə qayıdış? 23 avqustu. 2023-cü ilin bəli avqustunda olmuşdu. Daha sonra Uluqbəy adına məktəb 2023-ün sentyabrında. Sentyabrın hansı dövlətindən əməkdaşlıq? Özbəkistanla Türksoya qoşulmuşuq. 1993 İslam Konferans Təşkilatına qoşulmuşuq. 91-ci ilin dekabrında. Bəs İslam Konferans Təşkilatının İstanbul samiti nə vaxt olmuşdu? 2010-cu ildə Xarici İşlər Nazirlərinin görüşü olmuşdu. Birliyə əməkdaşlıq. İran səfirliyində hadisə terror hadisəsinin törədilməsi. İran səfirliyində terror hadisəsi. 2023-cü ilin yanvarında.
Ha 2018 idi. Terör hadisəsinin törədilməsi. Tamam. İmam Mustafayevin hakimiyyətə gəlməsi. İmam Mustafayev 54'te. 1954-dən neçəyə qədər hakimiyyətdə qalır? 59-cu ilə qədər hakimiyyətdə qalacaq. Müvəqqəti İnqilab Komitəsinin mövcudluq dövrü. 20 apreli 1920-28 apreldə nə vaxta qədər fəaliyyət göstərdi? 21 may. 21-ci ilin mayına qədər ilk konstitusiya, Azərbaycan SSR-nin ilk konstitusiyasına qədər. Ondan sonra hansı qurumla əvəz edildi? Qanunverici. İcra Komitesi. Nə vaxta qədər fəaliyyət göstərdi? 37 Konstitusiyasına kadar. 37 konstitusiyasında nə yaradıldı? Aile Sovyeti. Ali Sovet nə vaxta qədər fəaliyyət göstərib? Sonra Milli Şuraya əvəz olunur. 1991-ci ilin oktyabrında. Ondan sonra Milli Şura yaradılacaq. Milli Şura nə zaman Milli Məclis olur? 92'nin mayında. 92-ci mayın 18-də Milli Şura Milli Məclis olur. Bəs müstəqil Azərbaycan Respublikasının 3-cü Respublikanın parlamenti nə zaman qəbul ediləcək? 95. ildə, noyabrda. Bəli, 95 noyabrındaydı. Müstəqil Azərbaycan Respublikasının konstitusiyası nə zaman qəbul edilir? O da 95 noyabrda. Bu da 95-ci noyabrında. Konstitusiya ilə bağlı bir komissiyada təşkil olmuşdu. Bu nə zaman olub? 5. ilin yayında. Yayında, bəli, komissiya idi. Noyabrında isə konstitusiyanın özü idi, təsdiq edilmişdi. İlk bələdiyyə seçkilərinin keçirilməsi müstəqil respublikada 99-cu ildə ilk bələdiyyə seçkiləri. Bəs ikinci parlament islahatı nə vaxt oldu? 2002. 2000-ci ildə, 5 ildən bir olur parlament seçkiləri. Dövlət Neft Fondu, 99. Heydər Əliyev Fondu, 2004. 2004, Heydər Əliyev Sarayı, 2012. 70-ci illər, Heydər Əliyev Mərkəzi, 2012. 2012, Heydər Əliyev Məscidi, 14. 2014, Quba Memorial Kompleksi, 2007. qazıntı işlərcidir, 13-də, 2013-cü ildə Başkan Sabidə, Yok, Dede Korkut. Dədə Qorqud, Çorolav dəs neçənci ildədir? 2012. 2012-ci ildə idi. Tamam. Daha sonra deməli 2-ci Dünya müharibəsi zamanı Şimali Azərbaycan hərb meydanına çevrilmişdi. Hayır. Cənubi Azərbaycanda ilk anti-imperialist hərəkat Təbəki 91-92. 1891-92. Bəli, Təmbəki üsyanı idi. Qalib gəldilər, məğlub oldular. Qalib gəldilər. Bəs Cənubi Azərbaycanda ikinci anti-imperialist anti-şah hərəkatı Xiyabani. həm anti-imperialistdir, ikinci anti-imperialist, həm də anti-şah hərəkatı idi. En axırıncı 76'da olan. 76-da olub ki, Bəhmət 39. 78-79-cu illər 29 Bəhmən hərəkatı idi. 21 Azər hərəkatı yəni hansı dövrdən götürəcəyik, hansı tarixdən götürəcəyik biz? 45 dekabrından götürəcəyik. 46 dekabrda üsyan yatırılır, hərəkat bitir. Cənubi Azərbaycanın ilk universitet Təbriz Universiteti idi. Neçənci ildə? 46'da. 1946 iyun ayında. Bəs yaxşı Şimali Azərbaycanın ilk universitet 19-cu ilin sentyabrında Bakı Dövlət Universiteti hesab olunurdu, ilk universitet. Bəs yaxşı Təbrizdə ilk qız məktəbi Xiyabaninin zamanında neçənci ildən? 20'de. 1920-ci ildə. Xiyabani Pişəvər bunların hansında rəsmi qəzet Azərbaycan qəzeti idi? İkincide. Pişəvərdə olmuşdu. Bəs yaxşı Pişəvərin dil haqqına qanunu bütün İran daxilində idi, yoxsa Cənubi Azərbaycan daxilində? Bəli, yalnız Cənubi Azərbaycana bağlı idi. Vaqon sistemlərinin tətbiq olunması Azərbaycanda, şimalda 83. 1880. Bəs yaxşı gəmi sistemləri hansı dövrə düşür? 45. Dünya Müharibəsi. Dünya müharibəsi gedişatındadır. Dəqiq il yoxdur. Bəs yaxşı təyyarə təmiri zavodu neçənci ildədir? O da 10 1942-ci ildədir. Sonra Azərbaycan SSR Elm Akademiyası 45-ci ilin martındaydı. İlk rəhbərdə kim olur? Ağamalıoğlu. Ağamalıoğlu orada değildi. Yox. Mir Əsədullah Mirqasımov. Bəli. Səmədağa Ağamalıoğlu deməli Əlifba komissiyasının sədri olmuşdu. Əlifba komissiyasındaydı. Bəs Azərbaycan SSR Elm Akademiyası nə zaman Milli Elm Akademiyası statusunu alır? 2001-ci ildə Milli Elm Akademiyası statusu deyə bilmədim sözü. Bəs yaxşı ilk özəl məktəb 2001. 2001-ci ildə idi. Bakıda ilk özəl məktəb deməli açılmışdı. Sonra Pişəvərinin aqrar qanunu nə zaman olub? Torpaq qanunu. 46 fevralda olmuşdu. Burada artıq torpaq paylaya bilmişdi kəndlərə. Bəli, vermişdi. Bəs Heydər Əliyevin aqrar qanunu nə vaxt olur? 96-cı ildə idi. Covid-19 ilə bağlı qərar qəbul edilməsi 2020 martında. 2020-ci il martında. Bəs yaxşı, deməli Dost mərkəzinin yaradılması 2019-cu ildə idi Dost mərkəzi. Asan xidmət mərkəzi 2012. Şamaxı Astrofizika Rəsədxanası 59-cu ildədir. Sevil operası kimə aiddir? Üzeyir Hacıbey. Yo, Fikret Emrov. Fikrət Əmirovda. İldırımlı yollarla kimdədir? Qaraqarayevdə. 7 gözəl baleti. O da Qaraqarayev. 1001 gecə. Fikret Emrov. Şərqdə ilk opera yazan qadın bəstəkar.
Şəfiq Axundova. Şəfiq Axundov olmuşdu. Bəli, Gəlin Qayası operası ilə. Axırıncı Aşıram 7 oğul istərəm, Babək, Nəsimə bu kimi filmlər neçənci illərdə düşür? 70-80-ci illər dövrünə düşür. Deməli döyüşlər, davalar ancaq o dövrlərə təsadüf eləyir. 20 yanvar faciəsi, 1990. Xocalı faciəsi 91. 90 yanvardaydı. Xocalı faciəsi 92-ci fevralda. Uğurlu Ağdərə əməliyyatları. 92 yayında. Biri bu, ikincisi 2020-ci ildə. antiterrorda 2023-cü ilin sentyabr əməliyyatı, uğurlu Ağdərə əməliyyatı, ortaq xüsusiyyət. Uğurlu Şuşa əməliyyatları. 2020 noyabr 8-ci. Aha, bir bu. 1920-ci ilin aprelin 9-12 aprel tarixində Şuşa və bir də Keşiş kəndinin azad olunması. Uğurlu Əsgəran əməliyyatları. Axıcı vaxtında, AXC vaxtındaydı. Nə zaman olub? 2020 aprel. 1920 apreldə. Şuşa əməliyyatı 1920 apreldə idi. Müjgan, AXC dövründən bağlı idi. Amma ikinci Şuşa əməliyyatında 2020 noyabrdadır. 2020 noyabrdadır, bəli. Azərbaycan dövlət bayrağının ikinci dəfə rəsmiləşdirilməsi Azərbaycan tarixi. Naxçıvan, o Naxçıvan özündə idi, bəs ümumi Azərbaycan üçün rəsmiləşdirilmə 1991 5 fevraldaydı. Dövlət gerbi 93-cü ilin yanvarındaydı, bəs dövlət himni 92-nin mayında olmuşdu. İqtisadi əməkdaşlıq təşkilatına nə zaman qoşulmuşuq? 92-ci fevraldaydı. Sonra Budapest samiti 94-cü ildə idi. Həmsədrlər təsisatı yaradılmışdı. Hansı dövlətlərdən ibarət? Bəli, bir də Rusiya idi. Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları idi. Tamam, Lissabon samiti nə vaxt olub? 1996-cı ildə. Lissabon haram paytaxtı idi? Portuqaliyanın paytaxtı idi, orada keçirilmişdi. Deməli, bir də birinci beşilik plan 28-32, ikinci beşilik plan 33-37. Şimali Azərbaycanda deməli kartoşka sisteminin tətbiq olunması və ləğv edilməsi 1929-da tətbiq ediləcək, 47-ci ildə isə ləğv